Mən riyaziyyat və kurikulum müəllimi Arzu Ələddin qızı sizə MİQ və sertifikasiya imtahanına düşə biləcək model suallardan izah edəcəyəm. Bu sınaqlar mənim öz kitabımdandır. Kitabımda həm nəzəriyyə, həm də 200-dən çox sınaq öz əksini tapmışdır. Sınaqların izahlarını da YouTube-da paylaşacağıq və imtahana qədər kimlər ki ödənişsiz şəkildə sıfırdan həm təkrar edib, həm də sınaq işləmək istəyirsə 051 641 88 34 nömrəsi ilə əlaqə saxlaya bilər. Bu videonun altında mən qrupumuzun linkini paylaşacağam. Kimlər istəsələr keçid edə bilərlər. Dərslərimiz olacaq həftənin daha çox üstünlük verəcək sınaq işləməyə. Çünki indi o dönəmdir artıq. 2, 4, 6-cı günləri saat 19:00-dadır. Kimlər istəsələr qoşula bilərlər ki, orada canlı sınaqlar işləyəcəyik. İndi isə gəlin baxaq sualımıza. Deməli, kvadratın daxilinə çevrə çəkilib. Gəlin belə deyək də. Bir kvadrat çəkirəm və onun daxilinə çevrə. Diqqətlə baxsaq, görəsiniz ki, kvadratın daxilinə əgər çevrə çəkirsinizsə, həmin çevrənin diametri ilə kvadratın tərəfidir. Gəlin buraya yazaq radius, radius. Kvadratın tərəfi olur 2 radius. Siz bilirsiniz ki, bir kvadratın perimetri. Kvadratın perimetri 4 ad üsturu ilə hesablanır. Əgər tərəfimiz 2 radiusdursa, vururam 4-ə eləyir 8r. Və sualda deyir ki, kvadratın perimetrinin 2 misli, yəni 8 radiusun 2 misli, çevrənin radiusunun 9 mislindən 42 cm çoxdur. Gəlin bu cümlənin haqqını verək. 16 radiusdan 9 radiusu çıxırıq, 7 radius bərabərdir 42-yə. Radius bizə verir 16, deməli 6. Və deyir diametr. Yadınızda saxlayın, çevrənin diametri onun həm də simmetriya oxudur. Çevrənin neçə dənə simmetriya oxu var desələr, deyin sonsuz sayda. Çünki sonsuz sayda qatlaya bilərsiniz. Başqa bir sual da düşə bilər. Çevrənin ən böyük vətəri hansıdır? Əlbəttə ki, diametrdir. Əgər radiusum 6-dırsa, diametr radiusun 2 qatıdır. Deməli, diametr bərabərdir 6 vur 2, 12-yə. Və deyir, 3də 1-ni tap. Ədədin hissəsini tapanda ədədi hissə göstərən kəsrə vururlar. İxtisar aparaq 4 olsun. Və ya ibtidailərin üsulunca desək, 12-ni bölürük 3-ə, vururuq 1-ə. Yenə də 4 alırıq. Baxalım növbəti suala. Növbəti sualda deyir ki, 5x minus 100 böyükdür 2x minus 70-dən. 5x-dan 2x-ını çıxırıq, eləyir 3x. Sağ tərəfə 100-ü gətirsək, 100 çıx 70. 3x böyükdür 30-dan, x da böyükdür 10-dan. Ondan böyük istənilən ədəd. Lakin bizə deyir, ən kiçik ədədi tap, ən kiçik ədədimiz 11 olacaq. Yəni, C variantı. Növbəti sualımız. Firuz və Asil bağdan uyğun olaraq 48 və 60 kiloqram nar yığdılar. Ayselin Firuzdan 3 yeşik çox nar yığdığı məlumdursa, cəmi neçə yeşik nar yığılıb? Gəlin birinci, yığılan narların fərqini tapaq. Eləyir 12 kiloqram fərq. Yeşiklər nə qədər idi? 3 yeşik fərqli idi. 3 yeşik bərabərdir 12-yə, yeşik bərabərdir 4-ə. Deməli, bir yeşik 4 kiloqramdır. Və bizə deyir ki, cəmi neçə yeşik? Bizim də toplamda 48, üstəgəl 60. 108 kiloqram meyvəmiz var. Mən də bilirəm ki, bir yeşik 4 kiloqramdır. 108-i böləcəm 4-ə, eləyəcək 27. Deməli, cavab 27 yeşik. T-nin ucundan 5də 1-i kəsilərsə, orta nöqtəsi 8 cm yer dəyişər. Yadınızda saxlayın. Məsələn, parça olsun, tel olsun, kənarından nə qədər kəsirsənsə, orta nöqtə kəsilənin yarısı qədər sürüşür. Məsələn, mən 10 cm kəsmişəmsə, yarısı qədər sürüşmə olacaqdır. Yəni 5 qədər. Və ya təsəvvür edin ki, parçanın ucuna əlavə parça tikirlər. Məsələn, 20 cm uzunluğunda. Orta nöqtə nə qədər sürüşür?
20 bölü 2 qədər. İndi mənə deyir ki, 5də 1-ni kəsirlər və 8 sürüşür. Əgər 8 sürüşürsə, deməli kəsilənin yarısı qədər sürüşüb. Belə çıxır ki, bizim kəsilənimiz nə imiş? 8 vur 2, 16 imiş. 5də 1 hissəsi 16 olan ədədi tapaq. 16-nı bölürsünüz 1-ə, vurursunuz 5-ə. Və ya hissəsinə görə ədədi tapanda ədədi hissə göstərən kəsrə bölürlər. Elədi nə qədər? 80. Bu oldu 80. Deməli bizim parçamız 80-dır. Eyni tilin ucundan 8də 1-i kəsilsə, yəni 80-dirsə, 8də 1-in kəsilirsə, deməli 10 sm kəsilir. 10 sm kəsilirsə, deməli onun orta nöqtəsi kəsilənin yarısı qədər sürüşər. Yəni 5 sm sürüşmüş olacaq. Cavab D variantı. Baxaq növbəti sualımıza. ABCD düzbucaqlısının perimetri 40-dır. BYS bərabər tərəfli üçbucağının perimetri isə 45-dir. ABCD fiqurunun perimetrini tapın. Ümumiyyətlə fiqurun perimetri deyəndə içəridəki xəttlər bizə maraqlı olmur. Məsələn, tutalım ki, belə bir fiqur verər, deyər perimetrini tap. İçəridəki xətt bizə maraqlı deyil. Amma indi bu şərtdə bərabər tərəfli üçbucağın perimetrini verib, axı mən tərəfi tapmalıyam. Bərabər tərəfli üçbucağın bütün tərəfləri bərabərdir və perimetr düsturu P bərabərdir 3A-dır. 3A-nı bərabər edəcək 45-ə, A olacaq 15. 15 bura, 15 bura, 15 də burada. Mənə deyir, düzbucaqlının perimetri 40-dır. Əgər düzbucaqlının perimetri 40-dırsa, yarım perimetri, yəni eni ilə uzunluğunun cəmi 40-ı bölürsən 2-yə, deyirsən 20-dir. Baxın, əgər uzunluq 15-dirsə, onda burada 5 imiş. Əla. Deməli, düzbucaqlının tərəfləri 5-in 15-ə imiş. 5-in 15-ə. Bizdən nə istəyir? Deyir ki, A, B, Y, C, D fiqurunun perimetrini. Baxın, A, B, Y, C, D-nin perimetri. Bizdə nə var? 3-dən 15 var. 3 vur 15, 45. Üstə gəlsin 5, üstə gəl 5. Yəni 5 vur 2. O da eləyəcək 45 vur 10, 45 plus 10 eləyir 55. Sonra, deməli, burada cavab əslində 55 olmalıydı. Baxaq növbəti sualımıza. Deyir, hər hektardan 2 ton məhsul götürən fermer eni 24 metr, uzunluğu 150 metr olan sahədən neçə kiloqram məhsul götürər? Gəlin, sahəni tapaq, ondan sonra onu hektara çevirərik. 24-ü vuracaq 150-yə. Gəlin, belə vuraq da. 24-ü vuraq 100 plus 50-yə. Tez bazar hesablamaq üçün. 2400 üstə gələk, deməli 1200. Nə qədər elədi? 3600. Bu əla. 3600 kvadrat metr. Mən də bilirəm ki, deməli 1 hektarımız 10.000 kvadrat metrdir. 3600 kvadrat metri mən deməli bölməliyəm 10.000-ə. Bölsəm, vergül sola sürüşdürürəm 4 vahid, eləyir 0,36 hektar. Hər hektardan 2 ton yığırsa, vururam 2000-ə. 2000-ə vursaq, deməli 1000-ə vuranda 3 rəqəmi sağa çəkirsən 360, vur 2, o da eləyəcək nə qədər? 720 kiloqram. Sonra, baxaq 20-ci sualımıza. Deyir, 75 manat dəyərində olan paltar 20% endirimlə neçə manata satılır? Ən qəşəng yol deyim sizə. Bir şey tam olaraq 100%-dir. Əgər 20% endirim olunursa, deməli siz elə bunun 80%-ni tapsaz, yəni cavabı daha tez əldə edəcəksiniz. Yəni vaxtınız getməyəcək imtahanda. 75-in 80%-ni tapıram. Vururam 80-a. Çünki ədədin faizini tapanda, ədədi faiz göstərənə vurub 100-ə böləcəyik. Bunlar getdi. 5 dəfə 8, 40, 56, 60. 600-ü də bölürsünüz ona, eləyir 60 manat. Yəni 60 manat olar. Və ya
Başqa üsul necə ola bilər? 75-in 20%-ni tapırsınız. 20%-i 5-də 1-i deməkdir. Tapıram, eləyir 15 manat. Deməli 15 manat endirim olub. 75-dən də 15 çıxıram. Cavab olacaq 60 manat. Yenə cavabı 60 almış oluruq. Sonra növbəti sualımız. Bakıda saat 12:00 olduqda İstanbulda 11:00 olur. Deməli biz onlardan 1 saat qabaqdayıq. İstanbul-Bakı reysi ilə uçan təyyarə Türkiyə vaxtı ilə 10:30-da İstanbuldan havaya qalxır. Uçuş müddəti 2 saat 45 dəqiqədir. Təyyarə yerli vaxtla saat neçədə Bakıda olmalıdır? Yəni bizim vaxtla. Gəlin belə deyək də, İstanbul vaxtı ilə hesablayaq. 10:30-da çıxırsa, 2 saat 45 dəqiqəyə, yəni alt-alta toplayaq, eləyir 12 saat 75 dəqiqə. Bunu da saata çevirsək, eləyəcək 13 saat 15 dəqiqə. Deməli, Türkiyə vaxtı ilə 13:15-də bu təyyarə Bakıda olur. Amma onların vaxtı ilə bizim vaxtımız eyni deyil ki, onlarda 13:15 olanda biz onlardan 1 saat qabaqdayıq. Bizdə olacaq 14:15. Yəni 14:15-də belə deyək də, gəlib Bakıya çatacaq. Növbəti sualımıza baxaq. Şəkildəki düzbucaqlının daxilinə xaricidən toxunan iki çevrə çəkilmişdir. Çevrənin diametri 8 olarsa. Baxın, diametr buradan burada 8. Onda buradan burada 8-dir. Beləyə də diametr çəksən, burada 8-dir. Belə çıxır ki, bu düzbucaqlının uzunluğu 16-dır, eni 8-dir. Və deyir perimetrini tap. P bərabərdir 2 vurulsun 16 üstə gəl 8. O deyir 48. Yəni D variantı. Bura qədər dəyərli müəllimlər, qrupumuza qoşulub ödənişsiz şəkildə sınaqlarımızı işləyə bilərsiniz. Qeyd edeyim ki, sınaqları canlı işləyəcəyik. Həftənin 2-ci, 4-cü, 6-cı gün saat 19:00-da. İlk dərsimiz isə olacaq 4-cü gün. Buyurub qoşula bilərsiniz. Link qoyacağım, əlaqə nömrəsi qoyacağım. Bizimlə əlaqə saxlayıb, ödəniş etmədən sınaqlarımızı əldə edib və canlı sınaqlar işləyə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.